Sistem demək olar ki, yenilədik. Boilerə hal-hazırda 60 dərəcə istilik gedir. Radiator xətlərinə də həmçinin isti döşəməyə isə nisbətən fərqli temperatur, hardasa 30 dərəcə civarında. İsti döşəməni isti yol ayrıcı ilə yığdıq bu hissəsini. Su süzgəcini keçirdik sağ tərəfə. Dəngə qabını isə dəyişdirməyə ehtiyac yoxdur. Onsuz da almanlar bunu düz yığırlar. Və hazırki sistemdə isə bu heç bir təsiri yoxdur. Yəni gördüyünüz kimi sistem tam normal qaydasında işləyir. Radiatorlarda isinib, boilerdə tədricən isinir. Burada isə ventili keçirdik aşağı hissəyə, üzərində kobud su süzgəci və dərmanı da təzələdik. Müştəri isti su xəttini hələ ki dedi saxlayın, bunu inşallah yayda qoşacağıq. Boilerdən isə istifadə eləmək olmur. Hazırda su deposu kimi yalnız, çünki təmir işləri yekunlaşıb və əlavə qayıdış xəttini bu hissəyə birləşdirmək mümkün olmur, çox təəssüf ki. Əvvəl bu hissədən birbaşa gəlirdi həm radiatorlara, həm isti döşəmə. İndi isə radiatorlara ayrıca bir xətt oldu, həmçində isti döşəmə ayrıca bir xətt. İnşallah xeyirli olsun. Sizdə də problemli sistemlər varsa müraciət edə bilərsiniz.